Bir dənə hədis demək istəyirəm. Hədis çox maraqlıdır Əli əleyhissalamdan. Əleyhissalam buyurur ki, insanlara bəla gəldikdə və yaxud hər hansı bir nemət əllərindən çıxdıqda, istər bəla gəldikdə və yaxud nemət əllərindən çıxdıqda, sidqi niyyətlə, aşiqanə qəlblə, doğrudan da belə inanaraq, qəlbən addım atsa, Allaha pənah aparsa və səy göstərsə və çalışsa, əllərindən çıxan şey onlara qayıdar. Hər bir xarab olmuş şey islahlanır. Deyərdim ki, Əmirül-Möminin elə bir nöqtə qoyub da, çox üzülmədən, yəni məndə alınmayacaq, yox. Səndə alınar, niyə də alınmasın ki? Sən sadəcə inanməlisən, inanmalısan, səy göstərməlisən. Əlbəttə, burada bugün də qeyd eləmişdim ki, bəzi mövzular qeyd. Təkcə inanmaq da kifayət eləmir, hədəf mühüm, hədəf təyin olunmalıdır. Qısa deyirəm və hədəflə yanaşı sistem olmalıdır, proqram olmalıdır. Təkcə iradə də kifayət eləmir. Bəzi o iradə gözünə tükənir. Və insan bir sistemi olmalıdır və proqramı olmalıdır və sistemə fokuslanmalıdır. Və belə deyək, hədəf də gözünün qabağında olmalıdır, amma bir şərtlə Mail müəllim demişkən, elə çatım ora yox. Hədəfə gedən hər addımda özü uğurlu hesab eləməlisən. Sən artıq bir addımda yaxınlaşdın. Hər an ləzzət almağı bacarmalısan. Çox təəssüf olsun, biz bəzi vaxtlar gözümüz sonraki mərhələlərdədir. Elə deyirik, o mərhələyə yetişək xoşbəxt olar. Sən o mərhələyə qədər artıq addım atmısansa, o özü bir xoşbəxtlikdir. Özü xoşbəxtliyə gedən yol özü də bir xoşbəxtlikdir.